Yəqin ki, kənd məktəbi dedikdə kiçik bir məktəb, bacasından üstü çıxan bir məktəb düşünürsünüz. Amma bu elə deyil. Bax, burada gördüyünüz bu möhtəşəm məktəb bizim məktəbdir. Buna görə elə fürsətdən istifadə edib mən Cənab Prezidentimizə, Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Bizim icmamıza, ənənələri olan məktəbimizə bu cür binanın inşa edilməsi və eyni zamanda 5 möhtəşəm layihənin bu məktəbdə təşkili üçün imkan yaratmışdır. Bir daha təşəkkür edirəm. Və bu binanın, bu layihələrin olması bizim üçün bir motivasiyadır və eyni zamanda da bir məsuliyyətdir. Bu gördüyünüz məktəbdə 1204 şagird təhsil alır, 70 müəllimimiz var. 70 müəllimdən 22 müəllimimiz STEM müəllimidir. STEM müəllimlərimiz müxtəlif ixtisaslar üzrədir. Fizika müəllimi var, kimya müəllimi var, riyaziyyat müəllimi var, ingilis dili, rus dili müəllimlərimiz var ki, ibtidai sinif müəllimlərimiz məhz bu 22 müəllimin içərisindədir. 2 psixoloqumuz var, 26 texniki işçimiz var və digər məktəblərdən fərqli olaraq bizim məktəbimiz 2 fəaliyyət planı ilə işləyir. Bir, bütün məktəblərdə olan, təhsil məktəblərində olan fəaliyyət planı, digər fəaliyyət planı isə bizim əməkdaşlarımızın, müəllimlərimizin mütəmadi olaraq İsraildə beynəlxalq təcrübədə olduğu məktəblərdən gördüklərimizə əsasən hazırlanmış fəaliyyət planıdır. Digər 12 məktəbdə bilmirəm neçə istiqamətdir. Biz 22 istiqamət üzrə fəaliyyət planından işləyirik. İlk öncə biz başlayırıq hər bir işə məktəb vizyonundan. Bu gördüyünüz məktəbimizin vizyonu İsrail məktəbində olarkən, təlimlərdə olarkən hazırlanmışdır. Vizyon və missiyanı birgə elə bil ki, birləşdirib və eyni zamanda burada regional idarənin də bizə əlavəsi var. Qiymətləndirməyi bacaran, cəmiyyətə faydalı, yaradıcı düşüncəli, intizamlı və qayğıkeş insanları bir araya toplayan bir məktəbdir. İstərdim, kiçik bunlara açıqlama verərdim, biz bunları niyə seçmişik? Qiymətləndirməyi bacaran, özünü qiymətləndirmə, refleksiya, müəllimin rəyi, bunları hamımız bilirik ki, bir tədris prosesində istifadə edirik. Amma daha çox biz bu məktəbdə istifadə edirik yoldaş qiymətləndirməsindən. Çünki yoldaş qiymətləndirməsində düşünürük ki, müəllim fasilitator rolunda tam olur. Elə bir rəy ola bilər ki, elə bir belə deyə feedback ola bilər ki, müəllim onu uşağa deməsin, amma yoldaşı öz yoldaşına onu desin. Həm də eyni zamanda biz nə qazanmış oluruq? Tənqidi təfəkkürlü bir şagird qazanmış oluruq ki, yoldaşını qiymətləndirir. Kiçik bir nüans deyim, məsələn, qruplarla işdir. A qrupunu qiymətləndirmək üçün B qrupunun diqqətini ora fokuslayırıq. B qrupu A qrupunun təqdimatını daha dəqiq, daha detallı dinləyir və təqdimatdan sonra o rəy verir. Cəmiyyətə faydalı, yaradıcı düşüncəli, bunlar hər biri STEM dərslərimizin fəaliyyətdə olan, məktəbdə fəaliyyətdə olan layihələrin nəticəsində ərsəyə gəlir. İntizamlı, regional təhsil idarəsi tərəfindən bizə təqdim olunan bir bənddir. İntizamlıq çox vacibdir. Həm məktəbin şagird qaydaları var, həm də bu ildən bütün respublikada istifadə olunan intizam qaydaları var ki, biz də onu çox belə həssaslıqla o sarı, yaşıl, qırmızı kartlardan istifadə edirik ki, nə uşağa çox toxunmasın, nə onun yaradıcılığını əldən almayaq, qol-qanadını qırmayaq, bunu da çox həssaslıqla yerinə yetiririk. Və sonunda qayğıkeş insanlar. Qayğıkeşliyi biz necə əldə edirik? Bizim məktəbdə 11-ci siniflər, 10-cu siniflər təhkim olunur 1-ci siniflərə. Deməli, boş vaxtlarında, boş dərslərində mütəmadi olaraq 11-ci siniflər o 1-ci siniflərin yanında olurlar. Rol model kimi. Həm öz geyimlərinə fikir verirlər, o uşaqların yanına düşərkən, öz danışıqlarına, onların dərsinə fikir verirlər. Həm 11-lərdən qazanmış oluruq, həm də birlər artıq necə şagird, necə gələcəkdə şagird olacaqlarını görürlər. Bax, bizim vizyonumuz belə. Çıxışımda əsas istiqamətləri göstərmək istirdim. Məktəbimizdə tətbiq olunan layihələr, STEM inkişafda rolu, dünya təcrübəsinin, artıq dünya təcrübəsi bizim məktəbdə İsrail təcrübəsini deyəcəm.
məktəbimizə inteqrasiyası və təcrübədən əldə olunan nəticələr. Bu gördüyünüz foto məktəbimizdə təşkil olunan elm sərgisindəndir. Metod kabine rəhbərinin təşkil etdiyi metod birləşmələrin öz fənləri üzrə təqdimatıdır. 2 il öncə təqdim edilmiş bir layihə idi bu, sərgi idi. Burada gördüyünüz layihələr STEAM Azərbaycan festivalında iştirak etmişdi, amma uğur qazanmamışdı. Bunun uğur qazanmamasının səbəbini də deyəcəm sizə ki, niyə uğur qazanmamışdı? Ümumilikdə məktəbimizin inkişaf modeli məhz bu 5 layihə üzərində qurulub. Təsəvvür edin ki, Elm və Təhsil Nazirliyi bizim üçün möhtəşəm bir masa açıb və biz həmin masaya keyfiyyətli məhsullar qoymalıyıq. Və həmin bu 5 layihə üzrə biz gecə-gündüz çalışırıq ki, keyfiyyətli məhsullar ərsəyə çıxaraq. Bu gördüyünüz 5 layihənin 5-i də STEAM-in inkişafına təkan verir. Deyəcəksiniz ki, icma əsaslı məktəbə qədər təhsilin STEAM-ə nə əlaqəsi? Məhz elə bünövrədən, kiçik yaşlardan bu layihənin həyata keçirilməsinə başlamaq lazımdır və eyni zamanda bu layihənin bir uğurlu tərəfi var ki, hər məşğələdə, hər gün bir valideyn bizim yanımızdadır. İndi təsəvvür edin, biz kiçik yaşlardan bunu qazandıq. Hər dəfə bir valideyn bizim məktəbimizdə, bizim prosesimizdədir. Uğur qazanan şagirdləri qarşılamağımız, layihəyə hazırlıqlarımız, məktəbdə olan problemlər, hər bir şey valideyn artıq 3 yaşlı övladının yanında bunu görür. Bu bizim üçün, bizim məktəbimiz üçün çox uğurludur. Düzdür, İsraildən gələn əməkdaşların monitoringi zamanı onlar belə çox təsirlənmişdilər ki, siz çox möhtəşəmsiniz, 11-ci sinif şagirdi də sizin məktəbdədir, 3 yaşlı uşaq da bu məktəbdədir, yəni çox ağırdır işiniz, amma biz bunu ağır kimi görmürük, əksinə daha sistemli bir işin qurulduğunu görürük. Peşə təmayül siniflər. Məndən öncə natiqlər vurğuladı ki, təkcə STEAM dərslərində akademik səviyyədən yuxarı olan şagirdlərin bu layihələrə qoşulmasını təmin etmirik. Belədir. Peşə siniflərində olan şagirdlərimiz bilirsiniz ki, akademik cəhətdən aşağı bal toplayan şagirdlərdir ki, bu siniflərdə toplanır. 4 bizdə peşə təmayül siniflərində belə deyim də, istiqamətimiz var. IT, dərzi köməkçisi, aqronom və aşpaz. Hər birinin məktəbimizə öz qatqısı var və STEAM layihələri üçün və digər layihələr üçün biz oradakı şagirdlərdən istifadə edirik. Çünki həftənin 3 günü müəyyən ümtəhsilin, belə deyək də, ümtəhsildə işlətdiyimiz o fənlər üzrə bilik alırlar, amma həftənin 2 günü onlar öz ixtisasları üzrə, sahibkarlıq üzrə, müəyyən, məsələn, dərziliklə bağlı bacarıq dərsləri alırlar, artıq onlar müştəri ilə işləmək, təqdimat bacarıqları var ki, onlar da bizim üçün müsabiqələrdə, layihələrdə, o uşaqlardan istifadə etmək, belə deyək də, daha faydalıdır. Yəni, həm akademik, həm də peşə siniflərindəki uşaqlar bizim üçün bu layihələrin inkişafı üçün çox vacibdir, həm də özləri də bunu qazanır. STEAM dərslərindən əlavə danışacağım, İnnovativ Azərbaycan məktəbi haqqında əlavə danışacağım və rəqəmsal bacarıqlar. Müəllimlərin, belə deyək də, tam resursla dəstəkləndiyi bir layihədir, rəqəmsal bacarıqlar layihəsi. Bu gördüyünüz otaqlarda şagirdlər rəqəmsal bacarıqlar fənni üzrə olan bütün məlumatlarla təmin olunur və eyni zamanda STEAM dərslərində bizim Tinkercad üzərində digər kompüter bacarıqları lazım olan biliklər var ki, buradan alırlar. İnnovativ Azərbaycan məktəbi. Respublika üzrə səhv eləmirəmsə 12 məktəb olmalıdır. Ondan biri də məhz bizim kənd məktəbimizdir. Bu layihə haqqında çox danışmaq olar, çünki bu layihə bir çox məktəbimizdə sahəni əhatə edir, idarə etməni, qiymətləndirməni, layihələrin idarə edilməsi, məhz STEAM dərsinin məktəbimizdə bu səviyyədə olması birbaşa İnnovativ Azərbaycan məktəbi layihəsi üzrə deyərdim. Niyə görə? Gözlə gedib gördüyümüz
həmin STEM dərsləri bugünkü məktəbimizin inkişafına birbaşa təsir edir. Biz orada gördüyümüz şagirdlərin kiçik layihələri, müəllimlərin onlara yanaşması və müəllimlərin şagirdlərə bildirməsi ki, buna hələ vaxtımız var, bu təlim nəticəsinə çatmaq üçün, bu layihəni təkmilləşdirmək üçün vaxtın olması, şagirdlərin buna fokuslamaq, bu çox vacibdir. Yəni, heç bir iş üçün tələsmirik, hansısa bir təlim nəticəsinə çatmaq üçün biz tələsmirik, şagirdə bir illik layihəni ilin əvvəlindən biz təqdim edirik. Bax, burada elə gördüyünüz birinci fotoda İsrail məktəbinin direktoru, Ortvon məktəbinin direktorudur. Biz elə bil ki, mütəmadi olaraq onlarla danışırıq. Ondan sonra mütəmadi olaraq bizim müəllimlərimiz həmin təlimlərdə iştirak edir. Orada üçüncü şəkildə mən özüm yenilə bilən texnologiya ilə bağlı STEM layihəsini həyata keçirdirik. Bir haşiyə çıxım ki, özüm də peşəkar dərziliklə məşğulam və belə bir şalvar tikdik. Hər zaman əlini cibində saxlayan insanlar üçün. Yəni, bu cib hissəsinə biz titrəşimli, bizə orada yenilə bilən texnologiyadan istifadə edilən xüsusi Aliyə müəllim bilər ki, xüsusi saplar, materiallar verildi ki, o əl cibə girəndə o titrəmə verir və əlin cibindən çıxarır. Yəni, praktik olaraq biz hər birimiz bunu görüb məktəbimizdə tətbiq edirik. İsrail təcrübəsindən, o beynəlxalq təcrübədən biz nələr götürdük? Sualların verilməsi. Bu çox vacibdir. Ən gülməli suala belə onlar razıdırlar ki, şagird təki versin. Səhvin öyrənmə vasitəsi kimi komanda işi, refleksiya, müəllimin fasilitator rolu burada çox vacibdir. Və İnnovativ Azərbaycan məktəbi layihəsi digər məktəblərdən fərqliliyi ondan ibarətdir ki, 7 və 8-ci siniflərdə sahibkarlıq fənni tədris olunur. Burada da nə qiymətləndirməsi, nə KSG, nə BSG var. Sadəcə şagirdlər 7 və 8-ci siniflərdə müəyyən sahibkarlıq bacarıqlarına yiyələnirlər. Hal-hazırda mən özüm də bunu tədris edirəm. 7-ci sinifdə bir haşiyə çıxım, təsəvvür eləyin ki, 7-ci sinif şagirdlərini biz bir adaya təhkim edirik. Onlar özlərini ada tacirləri zənn edir və həmin adada hər bir işi sıfırdan başlayırlar. Adanın bayrağını, pulunu, orada ticari əlaqələri, hər bir şeyi onlar özləri yaradır. Bu da STEM-in tədrisinə birbaşa təsir edir. Uşaqların buradakı bacarıqları, sərbəstliyi, müəllimin də bacarığı birbaşa inkişaf etmiş olur. Məktəbimiz üzrə STEM dərslərinə yanaşmamız. Ruhlandır, öyrət, hazırla. Bu bizim üçün çox vacibdir. Hər bir müəllimimiz şagirdini ruhlandırır. Yəni, STEM-lə bağlı ilkin bilikləri, ilkin bacarıqları, ilkin motivasiyanı təqdim edir. Hansısa bir videoçarx təqdim edir. Hər hansısa bir əraziyə aparır, çirklənmiş bir gölün yanına aparır, şoran torpaqlara aparır. Yəni, ilkin bir bacarığı, ilkin bir sualı şagirdlərdə formalaşdırır və sonra başlayırıq onu öyrətməyə. Fizika tərəfindən, kimya tərəfindən, incəsənət tərəfindən və artıq məhsulun, prototipin hazırlanması. Bu, müəllimlərimizin şagirdlərə yanaşmasıdır. Bunu biz də rəhbərlik olaraq da müəllimlərimizə belə yanaşırıq. Hər bir müəllim addım-addım öyrədilməlidir. O demək deyil ki, müəllim STEM müəllimidir və salam bitdi. Ona görə elə bu yanaşma bütün STEM müəllimlərdə də istifadə olunur. STEM müəllimlərindən müəyyən bir adi İsraildə olan görüşlərdəki deyərdim, təlimlər, Bakıda keçirilən təlimlərdə iştirakımız, burada göstərə bilərik. Bizim birgə müzakirələrimiz, Quba STEM mərkəzi var, oradakı görüşlərimiz, bunlar hər biri müəllimlərin addım-addım öyrədilməsinə xidmət edir. Və nəticə olaraq da, nəticədə biz necə bir müəllim əldə edirik? Təşəbbüskar bir müəllim. Müəllim özü problemi görən bir müəllim olur və şagirdini düşünməyə vadar edir. STEM dərslərinin tətbiqi. 1-2 il bundan öncəyə getdikdə biz belə bir STEM otağını görə bilmirdik. Bizim öz məktəbimizdə bu zamanla baş verdi. Hətta İsraildən gələn müəllimlərin bizə dediyi bizi daha ruhlandırdı. Bizdə də belə idi.
bizdə də internet yox idi, bizdə də məhdud resurslar var idi. Yəni bu ifadələri eşitmək bizim üçün belə deyək də bir motivasiyadır ki, deməli hər bir şey bir deyib alınmır. Zamanla yavaş-yavaş addım-addım. Buna görə Quba deyək də, Quba ərazisində bilim Quba ilə bağlı bu il çoxlu təlimlər təşkil olundu. Biz bundan çox istifadə elədik. 120 şagirdimiz bu il burada iştirak etdi və öz məktəbimizdə olan aylıq, illik layihələri görürsünüz. Məsələn, orada gördüyünüz 4-cü şəkildə kiçik bir evdir. Onun ilk prototipi sadə bir kardondan yaradılmış bir evdir. Amma tədris ilinin sonunda artıq bir ağıllı evə döndü. Ağıllı qarajı var onun. Hətta damının üstündə termostatı, evin içərisində termostatı, əl çaldıqda həyətin işıqları yanır və s. Bütün bunlar zamanla şagirdlərin öz təklifləri ilə bunu belə eləyək. Yenə də gəlir müəllimə. Müəllim rahatdır, müəllim şagirdə vaxt verir və şagirdinə inanır və düzgün yolu göstərir. Ən sondakı şəkildə siz dama oyununu görürsünüz. STEM dərslərindən hazırlanan dama və şahmat oyunları dəhlizlərdə təqdim edilir uşaqlara, fasilələrdə, boş vaxtlarında bunları oynayırlar və fiziki tərbiyə müəllimlərimizlə birgə artıq turnir keçirilir. Bu da bizim STEM dərslərinin digər fənlərlə inteqrasiyasına deyə bilərik. Daha çox innovativ məktəb dedikdə biz ekskursiya dərslərinin üzərində dururuq. Bayaq dedik ki, yavaş-yavaş məktəb əlimizdən çıxa bilər, bu belədir. Ona görə komfort zona müəllimlər üçündür. Məktəbdəki sinif otaqları, komfort müəllimlər üçündür. Şagirdlər üçün bu heç də komfort zona deyil. Nə qədər biz şagirdləri sinifdən kənara çıxarsaq, ekskursiya aparsaq, açıq hava dərslərinə yönləndirsək, biz o qədər şagirdləri tədrisə, təhsilə cəlb etmiş olacaq. Və nəticədə problem həll edə bilən, yaradıcı düşüncəli, tənqidi düşünən, müsabiqələrdə iştirak edən, özünə inanan və motivasiyalı bir şagird əldə edirik. Müsabiqə demişkən, STEM dərslərindən ən vacibi bizim üçün nəticə olaraq müsabiqələrdə iştirakdır. Bayaq auditoriyadan sual verildi ki, belə bir düstur, belə bir layihə əgər qazanılarsa nə olur? Mənə elə gəlir ki, həmin düstur, həmin layihələr belə beynəlxalq, yerli müsabiqələrə çıxarılsa, müəyyən bir qazanc əldə etmək olar. Həm də mənə elə gəlir ki, hər bir indi gördüyümüz prototiplər deyək də, istifadə etdiklərimiz də nədənsə başlayıb. Və bu da uşaqlarımız üçün bir imkandır, bu müsabiqələrdə iştirak etmək. Amma bunun bir məktəb rəhbərliyi olaraq ilin əvvəlindən hədəf qoymaqdır əsas işimiz. Məsələn, sabahın alimləri, hədəfimiz 9 layihə təqdim etməkdir. Şükür Allaha 6-sını təqdim eləmişik, cavabları gözləyirik. Saf STEM 2025-də bu il 9 layihə təqdim etdik, 4-ü finala çıxdı və orada 6 medal və 3 nominasiya üzrə qalibimiz oldu. Texnofest keçən il bir şagirdimiz hörmətli Bayraqdar tərəfindən təşəkkürnamə aldı. Yarım finala çıxdığına görə bu il 3 layihə təqdim etmişik orada və Fibonacci'dən də uğurlarımız olub. STEM 25-dəki uğurumuzdur bu. Bu bizim üçün çox vacib idi. STEM-lə bağlı artıq 2 gün bundan qabaq mən STEM otağında müəllimin dərsini dinləyirəm. Deyir ki, biz bu növbəti tədris ildəki safa hazırlaşırıq. Artıq indidən başlayırlar. Ən üstdə gördüyünüz bizim idarə heyətinin rəhbərləri, hər birimiz şagirdlərin, bəlkə düşünürdük ki, qalib gələ bilməzlər, biz onların yanında olaq. Amma şükür Allah, hər biri o saf STEM-dən heç bir şey qoymadılar, medalları, hər bir şey götürdülər. Və buradan da Aliyə xanıma da təşəkkür edirəm, o bizə böyük dəstək oldu. Peşəkar dəstək çox vacibdir. Bayaq dedim ki, biz qalib gəlməmişdik 2 il bundan öncə, amma bu il qalib gəldik. Niyə görə? Peşəkar yanaşma çox vacibdir. Müəllim mütəmadi olaraq təlimlərdə, görüşlərdə iştirak etməlidir, addım-addım öyrədilməlidir. STEM dərslərinin icmaya təsiri. Nəticəmizdə bizə baxın,
icmanın inkişafı lazımdır. Hər il tədrisin sonunda biz düşünürük ki, məktəbimizdən müəllim yetişsin, həkim yetişsin, bağban, müxtəlif sahələr üzrə sahibkarlar və bu yöndə də bizə icma problemlərinə yönəlmiş layihələr buna istiqamət verir. Kənd məktəbinin nüfuzunun artması, valideynlərin prosesə cəlbi, bu çox vacibdir bizim üçün. Arıçılıqla bağlı bu sırf İsrail məktəbindən götürdüyümüz layihə idi. Bizim məktəbimizin müəllimi öz qardaşı ilə, sən demə, arıları var imiş. Biz o İsraildən gələndən sonra hər il o müəllimə dərnək saatları veririk və məzun olan 8 şagirdimizdən arxayınıq ki, artıq o arıçılıqla bağlı müəyyən bilgilərə sahibdir. Və eyni zamanda o mumdan müxtəlif fiqurların hazırlanması, satış yarmarkalarında istifadəsini də uşaqlara öyrədir. Və nəticə. Bizim üçün bu nəticə çox vacibdir. Nəticədə nə baş verir? Burada gördüyünüz məktəbimizə gələn qonaqlarımızdır və Qubada bilirsiniz ki, Pedaqoji Universitetin filialı var. Pedaqoji Universitetlə bu ilki əlaqələrimiz çox gücləndi. Düşünürük ki, bu əlaqə müəllim inkişafına birbaşa təsir edəcək. Təcrübəyə gələn müəllimlərdə də biz bunu görürdük. Hətta mən onlara deyirdim, siz təsəvvür edin, sizin təcrübəniz İsraildədir. Belə bir məktəbdəsiz siz. Və belə bir qərara gəldik. Yusif müəllimdən 10 tələbəni könüllü olaraq biz bu il götürdük. STEM sahəsi üzrə, icma əsaslı məktəbə qədər üzrə, rəqəmsal bacarıqlar üzrə bir tədris ili o tələbələr bizimlə olacaq. Elə bil ki, bu bilirsiniz də, mən təqdim elədiyim şagird, məzun, mənə qayıtıb müəllim kimi gəlir. Əgər mən yaxşı STEM bacarıqlı, əgər bir aktı yaza bilən, problemi həll edə bilən şagird yetişdirmişəmsə, o mənə qayıtanda da çox yaxşı bir müəllim olacaq. Ona görə bunu düşünüb, sağ olsun Yusif müəllim də bu təklifi qəbul elədi. Bu bizim üçün çox, düşünürəm ki, müəllim inkişafı üçün çox uğurlu bir addım olacaq, davamlı olacaq. Və bu il elə ADPO ilə əlaqədar bizim məktəbimizdə səhv eləmirəmsə 180-ə yaxın Özbəkistandan gələn qonaqlarımız oldu. Onların bizə geri dönüşləri bizi çox sevindirdi. Onların bizə deməsi ki, biz bunları Yaponiyada görmüşdük. Həqiqətən bu cür cümlələr, bu cür geri dönüşlər bizi daha motivasiyalı edir, işimizə daha bağlayır, daha da bağlayır işimizə. Və bunun nəticə olaraq, elə mənim də burada çıxışım, mənə elə gəlir ki, bu da bir nəticədir. Demək ki, düz istiqamətdəyik. Bundan sonra da müəllimlərimə uğurlar arzulayıram, daha böyük nailiyyətlər arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Teşekkür edirik. Çok sağ olun.